İndi isə uğur hekayələri ilə seçilən gənclərimizdən danışacağıq. Sənətdə, elmdə və innovasiyada fərqlənən gənclər 2026-cı il üzrə prezident mükafatına layiq görülüblər. Onların hər biri öz sahəsində təkcə şəxsi nailiyyət əldə etməyib, eyni zamanda cəmiyyət üçün dəyər yaradan yol keçiblər. Qazandıqları mükafat isə zəhmətin, əzmin və inamın qiymətləndirilməsidir. Halal olsun Süleyman, halal olsun Süleyman, sen ne kelek bassan şeytan, öyrədib məni yola saldın, mənə rast gəldi yarcan. Səsi ilə çoxlarını valeh etməyi bacaran 22 yaşlı vokalçı Səməd Novruzov 2026-cı il gənclər üçün prezident mükafatına layiq görülən 10 gəncdən biridir. Müsahibim deyir, görmə məhdudiyyətdə olması heç vaxt sənətinə əngəl yaratmayıb. Ali dərəcədə mükafatlandırılması xəbərini isə Səməd böyük qürurla qarşılayıb. Hal-hazırda Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisiyəm. Bakalavr təhsilimi Bakı Musiqi Akademiyasında almışam. 2026-cı il Prezidentin Gənclər mükafatına layiq görülən gənclərdən biri də mənəm. Bunu eşidəndə çox sevindim və özümlə və sənətimlə qürur duydum. Bütün gənclərə tövsiyəm odur ki, çalışın ki, hər daim inkişaf eləyəsiniz, heç bir məhdudiyyət sizi yıxmasın, sizi yıldırmasın, belə.